Öskürəyi nə ilə sağaldıq? Ən sevmədiyim sual. Öskürəyi müalicə eləmək lazım deyil. Çünki Bəs siroplar? öskürək xəstəlik deyil. Öskürək hansısa bir xəstəliyin göstərici bir simptomudur. Öskürə bilərik ki, bizdə reflüks var, yəni mədəmizdən yuxarı yemək qalxır. Nevrotik öskürək olur, uşaqlarda burnun içində adenoidit olanda orada da öskürək olur, allergik öskürək olur, astmada öskürək olur. Burnumuzdan boğazımıza arxa tərəfdən bəlkəm yığılanda onda da öskürürük. Öskürək sadəcə simptomdur Bəli. və onunla biz heç nə edə bilmərik. Tapmaq lazımdır ki, öskürəyin səbəbi nədir və səbəbini müalicə eləmək lazımdır. Siroplar, mukolitik, yəni Bakıda tez-tez görürəm. Məşhurdur. Ən böyük sevgi Lazalvan. Onların hamısı bizim aşağı tənəffüs yollarımızda bəlğəmi çoxaldır. Səbəbi bilmədiyimiz yerdə, yəni biz üstündən də, burdan da bəlğəm veririk və yəni öskürək daha da artır. Biz miflərin içində yaşamışıq, bilməmişik bunu. Hətta mən onları tag eləmişdim ki, bəs siz yazırsınız ki, öskürəyi azaldın, istifadə eləyin Lazalvanı. Onları tag elədim və onlar 1-2 dəqiqənin içində məni bloka atdı. Pediatr pulmonoloq Fidan Lazalvan tərəfindən bloklanıb. Deyəsən mən də bloklanacağam, eybi yox. O qədər də böyük bir itki deyil.